İctimai Cinəvadaşı oxunur. İctimai. c-ni kim c kimi deyəcək? Bugün Bakı və Budapeşt müqayisəsi eləyəcəyik. Görək nə, harda daha yaxşıdır. Gəlin başlayaq. Hansı şəhərdə həyat daha sürətli axır? Bakıda, Hansı şəhərdə tək gəzmək daha azadlıq hissi verir? Budapeşt. Hansı şəhərdə musiqi və küçə atmosferi daha canlıdır? Hər ikisi məncə. Məncə Tarkov. İctimai nəqliyyat harda daha rahat? İctimai nədir? İctimai. İctimai oxunur da. İctimai nədir? İctimai Cinəvadaşı oxunur. İctimai. c-ni kim c kimi deyəcək? İctimai deyirik. İctimai. Elə deyil, ictimai. İctimai deyil. İctimai nəqliyyat harda daha rahat və inkişaf İctimai nəqliyyat harda daha rahat və inkişaf eləyib? 100% Budapeşt. Yaşam xərcatı daha çoxdur. Bunda dəqiq deyə bilmirəm. Məncə hər iki şəhərin yaşam xərcləri yüksəkdir. Səncə bəs? Mən də bilmirəm. Hansı şəhərdə həyat daha balanslıdır? 100% Budapeşt. İş və həyat balansı çox yaxşıdır burada. Hansı şəhərin yeməkləri daha dadlıdır? 100% Bakı. Bəs gecə həyatı və əyləncə imkanları harda daha zəngindir? Məncə Budapeşt. Təhlükəsizlik baxımından hansı şəhər daha təhlükəsizdir? Məncə Bakı da kifayət qədər təhlükəsiz şəhərdir. Hər ikisi deyə bilərəm. Hansı şəhərdə səhər oyananda özünü daha motivasiyalı hiss eləyirsən? Budapeşt. Gəl bir sual da mən sənə verim. Hansı şəhərdə spontan qərarlar verə bilərsən? Bu nə sualdır? Spontan bir plan həyata keçirmən harda daha mümkündür? Məncə Budapeştdə, çünki Bakıda minimum 2 saat yolu hesablamalısan həmişə. Məncə də. Bu qədər. Sizin də əlavə suallarınız varsa kommentə yazın. Gəlin müzakirə edək.